Bir gün Molla Nəsrəddinin çox yaxın, canciyər bir dostu rəhmətə gedir. Molla gəlir, kədərli halda oturur cənazənin baş tərəfində. Molla fikrə gedir, istəyir ki, bir-iki damla göz yaşı töksün, yaz saxlasın. Başlayır dostu ilə keçən ən xoş, ən məzəli anları xatırlamağa. Yadına düşür ki, bir dəfə necə ikisi birlikdə eşşəkdən yıxılmışdılar. Sonra yadına düşür ki, necə bazarda mollanın başına qarpız düşmüşdü. Birdə molla özünü saxlaya bilmir. Ay Allah, ürəyim getdi. Birdən yaz yerinə ölüm sükutu çökür. Ağlaşanlar dayanır. Hamı qohum əqrəba çönüb mollaya tərs-tərs, qəzəblə baxır. Qonşulardan biri dözmür, əyilir mollanın qulağına. Ay molla, ayıbdır, özünü ələ al, cəmaat sənə baxır, bu nə hərəkətdir? Molla gülməkdən yaşarmış gözlərini silə-silə, bir təhər nəfəs alab deyir, ay qonşu vallah, bağışlayın, neynimi? İstədim ağlayam, əvəzinə dəli kimi gülmək tutdu. Görünür rəhmətliyin ruhu hələ də zarafatlaşır.